ki, bir qədər əvvəl hakimlərin biri Samir Bayramovun qələbəsini elan eləmişdi. Bundan başqa referi öz qərarını bildirdi. Onun da qərarına görə bu görüş heç-heçə başa çatdı və buna görə də indi əlavə bir məqama diqqət yetiririk. Bu da nədən ibarətdir? İdmançıların çəkisi yoxlanılır. Akşin Əliyev əvvəlcə onun çəkisi ölçülüb. İndi isə onun rəqibi Samir Bayramov indi çəki mərasiminə dəvət olunur. İdmançıların çəkiləri arasında fərq 10 kiloqramdan artıq olmalıdır. Əgər bu yolla qalib müəyyən olunmasa, o zaman yenidən 2 dəqiqə mübarizə vaxtı təyin olunacaq. Beləliklə, Samir Bayramov 86 kiloqram, Akşin Əliyev isə 91 kiloqram. Bu isə dediyim kimi 10 kiloqram fərq deyil, yalnız 5 kiloqram fərq qeydə alındı və buna görə də yenə də mübarizə davam etdirilməlidir. Əgər hakimlər mübarizəni davam etdirməyi lazım bilməsələr, idmançıların Tameşivari proqramında göstərdiyi nəticələri əsas götürəcəklər. Tameşivari müxtəlif əşyaların sındırılması, əl və ayaq zərbələri ilə, diz və dirsək zərbələri ilə bütün bunların ümumi göstəriciləri yarışın qalibini müəyyən edə bilər. Lakin hələlik indi münsiflər heyəti və referi məsləhətləşirlər. Növbəti görüşdə isə Ruslan Hüseynovla Elbrus Məmmədov qarşılaşacaqlar. Hər iki karateci Azərbaycan komandasının üzvüdür. Ümumiyyətlə 8 ən güclü arasında Azərbaycanın 7 idmançısı var. Bunların ilk 3'ü barədə mən məlumatı verdim. Daha 4 idmançı Samir Bayramov, Akşin Əliyev, Ruslan Hüseynov və Elbrus Məmmədov da 5-ci, 8-ci yerlər uğrunda mübarizə aparırlar. Referi tatamiyə qayıdır. Samir Bayramov qalib elan olunur. Onun Tameşivari proqramında sındırdığı əşyaların sayı daha çox olduğuna görə o bu görüşün qalibi elan olunur. Akşin Əliyev isə yarışı dayandırır. Başqa sözlə o ən yaxşı halda 7-ci, 8-ci yerləri görüşdürəcək. Samir Bayramov isə növbəti görüşdə ya Ruslan Hüseynovla ya da Elbrus Məmmədovla 5-ci yer uğrunda yarışmalı olacaq.